siyasi şərhçi Vəli Əlibəyev bizimlədir. Xoş gəlmisiniz Vəli bəy. Xoş gördük. Əli Peskovun bu son açıqlaması üzərindən başlayaq müzakirəmizə. Daha sonra biraz təhlil edəyərik dünənki İstanbul görüşünü. Çox gözlənilirdi. Vladimir Putinlə Zelenski arasında görüş baş tutsun deyə, ancaq təəssüf ki olmadı. Ancaq indi ilk dəfə deyə biləcəyimiz Peskovda müsbət bir mövqe gəldi ki, hansı ki tərəflər arasında iki tərəfli görüş olma ehtimalı ola bilər. Ancaq burada bir əmma da var. Rusiya tərəfdən şərtlər qəbul edildiyi təqdirdə. Yəni bunun ehtimalı varmı? Deyək, razılıq əldə olundu tərəflər arasında. Düşünürsünüzmü ki, həqiqətən Putin Zelenski ilə həmsöhbət olacaq? Ola bilər. Bu ola bilər, amma siz dediyiniz kimi burada Rusiyanın bir şərti var ki, onların irəli sürdüyü bütün şərtlər qəbul olunduğu halda. Bu o deməkdir ki, Putin Zelenski ilə ancaq deməli Ukrayna tərəfinin müharibəni uduzduğu barədə təslim sülhünə saziş imzalanması prosesində bu ola bilər. Və burada prezidentliyi ilə bağlı məqam da var idi. Tələblər içərisindəki hakimiyyət dəyişikliyi olmalıdır. Avtomatik olaraq onda razılığa gəlsələr, prezidenti də dəyişməlidir və nəticə itibarilə onda Vladimir Putinlə Zelenski yox da yeni seçilən prezident mi həmsöhbət olacaq? Bunu mu deməyə çalışır Peskov? Məsələ ondadır ki, Peskovun dediyindən asılı olmayaraq Ukrayna qanunlarına görə hərbi vəziyyətdə Ukraynada hər hansı bir seçki keçirilə bilməz. Yəni o nöqteyi nəzərdən onun istəyini qoyaq bir kənara, reallıq başqa şeydən ibarətdir. Bəli, ola bilər, bu da o vaxtda ola bilər ki, Ukrayna ilə Rusiya arasında uzun müddətli atəşkəs bağlanılır, bir 6 aylıq. O zaman ola bilsin ki, Ukraynada hərbi vəziyyət götürülsə, seçkilər keçirilə bilər və Ukraynada artıq Ukrayna-Rusiya danışıqları Putin, Zelenski yox, Putin və yeni seçilmiş prezident arasında ola bilər. Bu atəşkəs olmadığı bir vaxtda Putinin başqa bir şəxslə, yəni prezident qismində Ukraynadan danışmaq məsələsi bu biraz absurddur. Bu arada ötən gün Albaniyada, Tiranada keçirilən zirvə görüşü çox maraqlı görüşlərlə həm də yadda qaldı. Həm elə bizimlə əlaqəli olan məsələlər, həm də ki, Rusiya-Ukrayna cəbhəsi ilə hətta kadrlarda belə var idi ki, Almaniya, Fransa, Böyük Britaniya, Polşa və Ukrayna nümayəndələrinin, yəni rəhbərlərinin bir ortaq masa arxasında toplaşıb söhbət edib və Donald Trumpa zəng edib, necə deyim, baş verənləri və yekun qərarın hər birini Donald Trumpla bölüşmələridir və ola bilsin ki, təbii ki, ondan da bir məsləhət alıblar, fikir mübadiləsi olub deyə düşünürəm. Bu toplantı və danışıqların sonunda Trumpdan da bir növ fərqli mövqe gördük. Buna bir qədər sonra toxunacağım. Həm Zelenskinin ünvanına dediyi mesaj, həm də Putinin dediyi mesaj. Trump nəyisə dəyişə biləcəyinə ümid etdi. Siz də elə düşünürsünüzmü İstanbul görüşü ilə bağlı? Ancaq tam başqa bir şey baş verdi. Bundan sonra Trumpın sərt bir addımını görəcəkmi? Söhbət Putinə qarşı, yəni sərt addımdan gedir. Düşünmürəm ki, Putinə qarşı Trump tərəfdən hansısa bir sərt addım olsun. Trump hakimiyyətə gəlməmişdən qabaq da onun ümumiyyətlə birinci prezidentlik dövründə də onun Putinə çox yaxşı münasibətləri hiss olunurdu və prezident seçkiləri zamanı da Trump bu barədə dəfələrlə qeydlər etmişdir və onun deməsi ki, mən hakimiyyətə gələndən sonra qısa müddət ərzində Ukrayna ilə Rusiya arasında sülh bərpa olunacaq. Belə başa düşülür ki, o Ukraynanı müxtəlif vasitələrlə təslim olmağa vadar etməli barədə düşünürdü. Yəni artıq o görəndə ki, bu baş vermir, yenə də öz fikrində qalır. Mən düşünmürəm ki, Trump Rusiyaya qarşı hansısa bir təzyiqlər etsin. Onun indi əsas məqsədi ondan ibarətdir ki, Ukraynaya təsirlər etməklə, təzyiqlər etməklə onu məğlub edici sülhə vadar etsin. Bu arada elə Donald Trump'ın Vladimir Putinlə bağlı bir diqqət çəkən açıqlaması var. Həm elə onu tamaşaçılarımızla da bölüşüm, həm də bunun üzərindən də danışaq. Deyib ki, Donald Trump, Putin yaxşı görünmür və yaxşı görünmək istəyir əslində. Bir həftəyə bitməli idi müharibə, ancaq tankları palçıqda batmasaydı və ordusu bu qədər dağılmasaydı, indi Kiyevdə olardılar deyə Trump'ın bir mövqeyi var və hazırda Rusiya lideri vəziyyətdən çıxış yolu axtarır, lakin ilkin planların reallaşmaması onu çətin duruma salıb deyə bir Putinlə bağlı hansısa bir reallığı əks etdirə biləcək, bəli, bir açıqlaması verib. Trump'a haqq verirsinizmi? Həqiqətən Putin çıxılmaz vəziyyətdədirmi? Əlbəttə ki, Putin çıxılmaz vəziyyətdədir. Çünki onun planlaşdırdığı 3 günlük müharibə artıq 3 ildən uzun müddətdir ki, davam edir. Yəni təsəvvür edin ki, 3 günlük planlaşdırılmış hansısa bir proses
gözlənilmədən səbəblərə görə 3 illik uzanır və bu zaman o tək Ukrayna ilə yox, demək olar ki, bütün NATO ölkələri ilə onların dəstəklərinə qarşı mübarizə aparmalı olur. Və hazırda da Putin bu özünü saldığı bu tələdən necə qurtaracağı barədə təsəvvürü yoxdur. Əlbəttə, Trump hakimiyyətə gələndən sonra onun ümidləri daha ümidli olur. Çünki Putin Rusiya tərəfini tutmağa başlamışdı. Amma bununla belə yenə də Ukraynanın inad etməsi, təslim olmaması Putini çətin vəziyyətə qoyub. Amma düşünürsünüzmü ki, yəni Putin həqiqətən çətin vəziyyətdədir? Nəyə görə deyirəm bunu? Çətin vəziyyətdə olan ölkə rəhbəri və elə ölkə timsalında da götürsək, bu qədər inadkarlıq və tələbkar bir şəkildə çıxış eləyərmi? Bu ümumiyyətlə Rusiya liderlərinin tarix boyu onların adətkarı budur. Onlar müharibələrdə qalib gəlsə belə onlar heç zaman insan faktoru ilə hesablaşmayıb. Yəni təsəvvür edin ki, onlar insanları məhvə verməyə, öz əhalisinin aclıq keçirməyə razıdırlar. Sadəcə öz eqolarına görə, özlərinin siyasi ambisiyalarının həyata keçirilməsi ilə bağlı. Digər tərəfdən analitiklərin hesablamalarına görə Rusiya bu gedişlə uzaqbaşı 1 il və il yarım iqtisadi göstəricilərə görə bu müharibəni davam etmək imkanları var. Yəni nəzərə alaq ki, iqtisadi vəziyyət gərginləşir, onların xüsusi fondları var, artıq onlar o fondlardan da istifadə edirlər. Sonra hərbi sənaye artıq onlar Sovet vaxtından skladlarda qalmış avadanlıqdan, silahlardan istifadə edirlər. Yəni onlar başa düşür ki, belə davam edərsə, 1 ildən sonra, il yarımdan sonra həm iqtisadi vəziyyət pisləşəcək, həm əhali artıq müharibəyə qarşı aktivləşəcək, müharibəyə qarşı mitinqlər, müxtəlif çıxışlar ola bilər. Yəni o baxımdan Putin hazırda maraqlıdır ki, sülh olsun. Ancaq ki, o hazırda o daha üstün vəziyyətdə olduğuna görə və Trump kimi onun bir müttəfiqi olduğuna görə, mən bunu gizləmirəm, açıq deyirəm, o düşünür ki, niyə də mən bunu biraz da gözləyib, bəli, qalibiyyətlə ayrılmayayım bundan. Amma bəs 17-ci sanksiya paketi bu sizin qeyd elədiyiniz müddəti, yəni 1 illik, il yarımlıq müddəti daha da qısaltmazmı? Qısalda bilər, amma o vaxtdır ki, Avropa İttifaqı, Avropa ölkələri və ümumiyyətlə anti-Rusiya bloku bir olsa, dağılmasa. Biz görürük ki, vaxt uzandıqca anti-Rusiya bloku da artıq parçalanır. Elə Avropanın özündə Orban kimi siyasətçilər var və ya ki, Çindir, Hindistandır. Bunlar hələ Rusiyanı, İranı götürəklər. Bunlar hələ onları Rusiyanı dəstəkləməkdə davam edirlər. Yəni o baxımdan demək olar ki, yəni Avropa İttifaqı Rusiyanı hədələyir. Xatırinizdədirsə, Ukrayna görüşündən qabaq onlar şimal borusu ilə bağlı, şimal borusu ilə bağlı da çox sərt bəyanat verdilər ki, Rusiya bu görüşdə bir normal bir münasibət ortaya qoymasa, ikinci şimal borusu 2 layihəsi ümumiyyətlə silinəcək. Amma buna baxmayaraq, bu görüşün üzərindən artıq neçə gündür keçib, hələ bununla bağlı konkret bir addım yoxdur. Yəni, Qərb hələ bu vaxta qədər yenə də Rusiyanı təhdid etməyə davam edir, amma real təsirlər yoxdur. Bu arada Dmitri Peskovun daha bir açıqlaması var. Rusiya Federasiyası atəşkəsin təmin olunması ilə bağlı şərtlər siyahısını hazırlayaraq Ukrayna tərəfinə təqdim edəcək deyə tərəflər atəşkəs şərtləri ilə bağlı siyahıların qarşılıqlı mübadiləsinə dair razılığa gəldilər. Bəli, dünənki İstanbul görüşündən sonra və Rusiya tərəfi öz siyahısını hazırlayacaq, Ukrayna tərəfinə təqdim edəcək. Siyahılar qarşılıqlı şəkildə dəyişdiriləcək. Orada nələrin yer alacağını əvvəlcədən açıqlamaq düzgün deyil. Çünki danışıqlar davam edir və qapalı formatda aparılmalıdır deyə. Onsuz da biz bilmirik Rusiyanın şərti nə olacaq. Sizcə dəyişən bir şey olacaqmı o şərtlər içərisində? Yəni daha da yumşalma ehtimalı varmı? Bir balaca yumşalma ola bilər. O baxımdan ki, İstanbulda onların irəli sürdüyü şərtlər çox sərt idi. Bəli. Və adətən siyasətdə belə bir şey var ki, ilkin şərtlər çox sərt olur. Və o sərtliyin də müqabilində onlar geriyə addım atmaq üçün müəyyən bir bufer saxlayırlar. Yəni artıq onlar özlərinin xoşməramlı olduğunu və güzəştə getməyini göstərmək üçün ola bilsin ki, bu yeni şərtlərdə müəyyən güzəştə getsinlər. Amma son nəticədə yenə də düşünmürəm ki, Rusiya bu vaxta qədər əldə etmiş, işğal etmiş ərazilərdən hansı güzəştə getsin və Ukraynanın hansı bir şərti orada qəbul olunsun.
Amma bunu da Ukrayna qəbul etməyəcək. Son nəticə bəs necə olacaq? Hardan addımı görəcəyik biz? Avropadan və Birləşmiş Ştatlardan mı sərt bir addım görəcəyik? Yəni söhbət sadəcə sanksiyalardan getmir. Bu günləri Rusiyanın qarşısını ala bilən və müharibəni ədalətli sonuna yetirə bilən yeganə addım sanksiyaların gücləndirilməsidir. Tək Avropa ölkələri yox, eyni zamanda ABŞ tərəfindən də. Bu olmadığı təqdirdə müharibə davam edə bilər və nəzərə alsaq ki, əgər Trump Rusiya tərəfindən çıxış etməyə davam edərsə, artıq Avropanın da Ukraynaya dəstəyi get-gedə yavaşlayacaq, azalacaq. Bu da son nəticədə Ukraynanın təm məğlubiyyəti ilə bitə bilər. Amma bəzi dairələr heç bu fikirdə deyil sizdən. Bu söhbət rəsmi Birləşmiş Ştatlar administrasiyasındakı nümayəndələrdən gedir ki, bu Rusiyanın heç də qarşısını ala biləcək bir addımlar deyil. Yəni hansısa bir hərbi müdaxilə olmalıdır ki, Rusiya kimi ölkə geri çəkilsin. Rusiyaya qarşı hansısa bir hərbi müdaxilə mümkünsüzdür. O nöqteyi nəzərdən ki, Rusiya nüvə silahına malik olan bir dövlətdir və Rusiyanın rəhbərliyi də artıq söhbət təkcə Putinlə getmir, onun ətrafında olan şəxslərdən də gedir. Bunlar elə bir vəziyyətdədirlər ki, onlar hər hansı bir məqamda əllərini o knopkaya deyirlər, düyməyə basmağa hazırdılar. Və bu da ki, bütün dünya üçün fəlakət deməkdir. Ona görə də yəni həm Şimali Atlantika bloku ölkələri, həm Amerika Birləşmiş Ştatları özü bunu başa düşürlər. Əgər onlar heç olmasa 1% onlarda əminlik olsaydı ki, Putin bunu etməyəcək, onlar çoxdan bunu edərdilər. Hansısa bir hərbi müdaxilə edərdilər. Amma onlar buna əmin olduqlarına görə bu barədə ümumiyyətlə danışmırlar. Çox narahatdılar ümumiyyətlə ki, Putin bunu edə biləcək potensialda biridir. Bu arada Donald Trumpın sadəcə Putinlə bağlı deyil, Zelenski ilə bağlı da yenə mövqeyi var. Adamın fərqli yanaşmalarını biz görürük. Vəli bəy, bir dəfə deyək Zelenskinin ünvanına yaxşı söz deyir, gələn dəfə tam əksi. Yenə münasibəti normallaşdırmışdı İstanbul görüşünə qədər. İstanbul görüşündən sonra yenə bir açıqlaması var Donald Trumpın. Deyir ki, telefonla danışıb Zelenski ilə və çox ağır keçdiyini deyib bu danışıqların. Mənə onun dedikləri xoş gəlmədi. Bu çox ağır idi və Zelenskinin heç vaxt güclü bir siyasi üstünlüyü olmayıb. Və mən həmişə deyirdim ki, onda heç vaxt kozır olmayıb və doğrudan da yoxdur. Yəni görürük ki, yenə də Putin kimi elə Donald Trump da Zelenskini heç də necə deyim, güclü bir lider kimi, ümumiyyətcə bir ölkə rəhbəri kimi görmür. Bu əslində münasibətə pis təsir etməzmi belə bir məqamda? Əlbəttə ki, o da var. Amma nəzərə alaq ki, bu telefon danışığı hansı şəraitdə baş verib? Bu, Donald Trumpın Körfəz ölkələrinə, Ərəb ölkələrinə uğurlu bir səfərindən sonra baş verib və bu səfər zamanında Donald Trumpı hər tərəfdən təriflər yağdırıblar. Onun deməli, ona görə Donald Trumpı xeyli tərifləyiblər və belə olan halda insan əlbəttə düşünür ki, hər kəs mənim dediklərimlə hesablaşacaq, mən dediklərimi etməlidir və o Zelenski ilə də telefon danışığında düşünüb ki, Zelenski bu dəfə onun dediklərinə razılaşacaq və təslimki sülhə razı olacaq. Əlbəttə ki, Zelenski buna, onun mövqeyi eynidir əvvəldən bu vaxta qədər və bu olmadığı təqdirdə Trump əlbəttə ki, bunu ağır danışıq da deyə bilər, Zelenskinin əlində kozur olmadığını deyə bilər. Ancaq burada digər bir məsələ var və bu çox təhlükəli məsələdir beynəlxalq siyasətdə, münasibətlərdə. Siyasətdə kozur məsələsi ortaya çıxırsa və bunu ABŞ kimi bir dövlətin rəhbəri deyirsə, bu deməkdir ki, bundan sonra digər dövlətlər də düşünəcək ki, mən neysə əldə etmək üçün mən beynəlxalq hüququ poza bilərəm, hansı ölkənin bir ərazisini işğal edə bilərəm, əlimdə bir kozur ola bilər və bundan sonra heç kim mənə heç nə deməz. Çünki Trump belə deyir. Ona görə də bu çox qorxulu bir tendensiyadır onun dedikləri. Bu bir daha onu göstərir ki, Donald Trump siyasət adamı deyil, bu daha çox üzr istəyirəm, bazar adamıdır və o hər şeyə, hətta siyasi münasibətlərə də, beynəlxalq münasibətlərə də sırf bazar münasibətlərindən. Kimin əlində kozur var, kimin mövqeyi daha güclüdür, o baxımdan yanaşır. Təşəkkür edirəm Vəli bəy. Minnətdaram təhlilləriniz üçün. Siyasi şərhçi Vəli Əlibəyov bizimlə idi.